başladıq, tələsirik. Bu gün nə keçmiş uşaqlar? Təcili. Stringləri çəkmişik. Əla. Metodları. Əla. String metodları və s. If birlik, S birlik, string metodu birlik və s. və axır. Bunlar nə edə bilərik? Nə ortaya çıxa bilərik? Maraqlı bir şey ortaya çıxa bilərik millət bundan. Tez olsun deyə bir dənə onda CSS yazmayaq. Tez halda tailwind qoşaq. Buradan cdn. Buradan bunu götürdün, gəldin, girdin. Index nöqtə. Nə? HTML. Girdik bunu yazdıq millət. Bura. Mən sizə bugün belə maraqlı bir şey yazmaq istəyirəm. İstəyirəm ki, bizdə bilsiz nə olsun. Burada bir dənə div olsun. Bu class name olsun. Hash screen olsun. Flex olsun. Justify. Center olsun. Items center olsun. Tamam. Ondan sonra bunun mərkəzində də bir dənə div olsun. Bunda class name'i maksimum bir təxmini olaraq 500 piksel olsun. Bunun P'si 5 olsun. Hə, buyur, de. Geçen sefer böyle bir şey olmuştu ki bizim sesimiz tutuşmuyordu videoya. Yani siz yaxşı eşidirsiniz bizi. Hə, mən sizə yaxşı işləyirəm. Sizə problem yoxdur. Videoda bilmirəm, şeydən rekorddan ola bilər ki, yəqin şeyin səsini götürmüş, kontep götürəndə. Discord'un səsində o da çox bir problem olmaz. Narahat olmayın inşallah. Yəni indilik problem deyil la. Düşməsə də olar sizin səsiniz. Neyiniz öz səsinizi eşitmək istəyirsiniz videoda? Məşhur olmaq istəyirsiniz? Məksinə belə yazdım. Ha, black deyirəm. Tekstlər olsun, hamısı white olsun və s. və axır. Əslində bunlarda flex olsa zor olar. Amma ki sən olasan flex call, justify, center, items center. Tamam. Və müəyyən qədər qəpin olacaq. 3-5 nə bilim nə. Burada bir dənə mən H1 istəyirəm ki, bura yazım ki, game. Tamam. Amma nə game hələ də bilmirik. Burada bir dənə input istəyirəm. Burada bir dənə class name. Bu olsun with full. Bu olsun. Tamam. With full olsun. Padding olsun. 3 olsa bəs eləyir. Bir də ki, rounded olsun. Pixel olsa bəs eləyir. Ya da LG olsa da bəs eləyir. Sonra can salğı millət. Bir dənə də border verərəm. Bundan birini də kopyalayaram. Bura button yazaram. Və bu buttonu təbii ki, bağlayaram. Burada yazaram ki, tab. Tamam. Nə yazırıq? Ağılda bir şey canlanıb. Ağızda nəsə var millət? Nə? Bir dənə oyunun üstündə olacaq. Adını yazıb tapa vuranda həmin oyunu çıxar deyə. Ay sağ ol. Tamam. Belə çoxunu təxmin elədim. Bıcı white olsun. Tamam. Əla. Tamam. Burada mən istəyirəm ki, buradan tapa vuranda, millət, buradan tapa vuranda bu da olsun şey. Cursor pointer. Tamam. Əla. Cursor pointer deyil, millət? Bunu yazmadınız mənim. Bunu yazmadınız. Pointer yazmışsınız. Pointer yazmışsınız. Hə, əla. Millət, mən bunu eləmək istəyirəm. Max width də tutmadı. Niyə? Width tutdu. Tamam. Əla. Mən burada sizlə yazmaq istəyirəm nə oyunu? Nə oyunu yazmaq istəyirəm? İstəyirəm ki, biz yazaq 10 piksel. Tamam. İstəyirəm ki, biz burada sizlə yazaq number game. Tamam. Random number game. Tamam. Bu nədir? Təxmini olaraq bildiniz hal-hazırda. Nədir millət? Font. Şeydə, yəni random nömrələr çıxar. Random nömrələr çıxardacaq deyəndə mən istəyirəm ki, bizdə nə? Ay sağ olun. Bax, ay sağ olun. Elə bir şey. Mən istəyirəm ki, ekran açsanda mənə random bir rəqəm versin. Tamam. O random bir rəqəmi verəndən sonra mən buradan gəlim, məsəl üçün yazım ki, 23. Buradan tapa vurum. Tamam. Və bunun aralığını verək ki, random number game bizdə olsun, məsəl üçün şey,
0-100 aralığı random number game. Məsəl üçün bu mənə 0-100 aralığında random bir dənə rəqəm verdi. Mən buradan yazdım, vurdum 4. Vurdum tapa, məsəl üçün ədəd 57 də. Qayıtsın desin ki, yuxarı qalx. Tamam. Əgər məsəl üçün gördüm ki, məsəl üçün yazdım 64 desin aşağı düş. 57 olanda desin ki, əla siz oyunu qazandınız. Aydın oldu? İstisoy. Hı? İstisoy oyunu. Hə, istisol. Hə, ondan. İstisoy, kopyasından. Hə, indi onu yazmaq üçün nə edəcəm millət? Mənə bir dənə yön verin. Sizdən gözləyirəm. Əslində rahat oyundur. Çox rahat oyundur. Bax siz yön verənə qədər mən gedərəm inputumuzu adı tuturam. Gözləyirəm təkliflərinizi. Num input. Ya da elə bir dənə inputum olacaq da. Ya da ki elə main imp deyərsən, num imp deyərsən, guess imp. Tamam. Təxmin edəcəyim üçün. Elə yön verməsəz dərsi keç qutaracaq. Tez edin. Const nə? Niyə? Butonu şeyliyə gətirək. Hə, butonu gətirək, butona 10 klik qoyaq, random funksiya verən bir random rəqəm verən bir funksiya yaradaq, düzdür? Başqa, hələ ki dolar eləyək. Əla. Əla, tam olaraq bu. Guess num. Yəni birinci biz random rəqəm verən bir funksiya yaratmalıyıq. Biz random rəqəmi necə yaradırıq? Const random. Sol. Yəni biz qayıdıb deməliyik ki, məsin random funksiyası. Tamam, amma bu bizə nə verir məs random? Console.log versəm, randomu versəm millət. Baxacam ki, buradan mənə bu verir belə bir rəqəm. Hə, sol. Bunu mən 100-ə vurmalıyam birinci qaydada. Onda bunu 100-ə vurdum, qaytardım. Baxıram, oba 54. Amma ki eyni zamanda bunu nə etməliyəm? Yuvarlaqlaşdırmalıyam. Yəni ki, məs floor deməliyəm ki, məs random 100. Bax, vəsə. İndi mən hər ekran təzələyəndə bu şəkildə ədədlər verəcək mənə. Millət, bunun bir dənə problemini deyim sizə. Biz bunu vurmuşuq, məsəl üçün 100-ə və floor eləmişik. 99.9 düşsə də bu heç vaxt şey olmayacaq. Həmişə 99 qalacaq. Yəni, heç vaxt 100-ü verməyəcək bizə. Tamam, 0 ilə 100 aralığıdır. Amma heç vaxt 100-ü verməyəcək. Bunun həllini necə deyə bilərsiniz? Deyirsiniz ki, bura plus 1 qoyaq. Onda da 1-i verməyəcək bizə. Daha doğrusu 0 verməyəcək bizə. Nə? 0-ı verməyəcək bizə bu zamanda. Yox, o 101 o deyil axı. Nə? Hə? 101 yazsan, nəyi təyin eləyək? Minimum maksimum. Minimum maksimum təyin eləyək. Sonra axırda çıxartaq. Bunun ən yaxşı yolu millət. Bizdə W3 School var ya. Bunun çox gözəl random. Əslində bunu istifadə edə bilərsiniz. Yəni 0-dan 99-a qədər versə də bəs eləyir. Sadəcə yəni bizə belə bir dəqiq bir şey lazım olanda deyirəm ki, bizim JavaScript-imizdə, JavaScript deyirəm, W3 School-umuzda aşağı düşsəz random yazıb. Belə bir şey var. This JavaScript function always return a random number between minimum and maximum both included. Bax, nədir bu? Both included. Belə bir function yazıblar bunlar. Tamam. Ayrıntılı baxsız təxmini başa düşərsiniz ki, bunlar nə etməyə çalışıblar. Maksimum qəbul edirlər, çıxırlar üstünə bir gəlirlər, üstünə də minimumu gəlirlər ki, axırıncını da göstərsin, minimumu da göstərsin. İlk baxışdan biraz daha çətin görsənir. Yəni, bu funksionu götürsəz, biz bunun yerinə qoysaz, tamam. Bu funksiyon bizə şey verir, millət. Minimum və maksimumu yerinə qoyanda qaytarır. Aydın oldu, yəni return eləyir. Yəni ki, bunu heç randoma da bərabər eləməyə ehtiyac yoxdur. Yəni, sən burada gəlib desən ki, bunun da adını dəyişib qoyaram, məsəl üçün get random, belə, get random. Məsəl üçün, console.log-a gəlib desəz ki, bura gəlib desəz ki, belə bir dənə funksiyan var, const random number bərabərdir. Məsələn, get random dedim. Bu mənə qəbul eləyir.
Bir dənə minimum qəbul eləyir, bir dənə qəbul eləyir maksimum. Yəni ki, bura nə verməliyəm? 0 və 100. Tamam. Şöyle baxın, bu funksiyadır. Bu bunun arqumentləridir. Mən bu funksiyanı çağıran yerdə, keçən dəfə şey məsələsi var idi. Çağırır demək, Fariz, Fatimə, siz mənə cavab verirsiniz. Funksiyanı çağıranda, içinə hər hansısa bir şey yollayanda, məsələn, Farizə desəm ki, Fariz 1, mən 1-i qaytaracaq. Eyni şəkildə, amma deməsəm Farizə 1, Farizi çağıranda sadəcə mənə hə deyəcək. Bax, funksiyanı çağıranda sən buna hər hansısa bir arqument verirsənsə, bu buradan gedib onu götürür. İstənilən bir addan. Buraya yəni Fatimə də yazıb götürə bilərsən. Hər şey yazıb götürə bilərsən. Şəfiqə də yazıb götürə bilərsən. Amma ki, minimum maksimum daha məntiqlidir da ki, burada o addan istifadə eləyək. Minimum maksimumu qəbul eləyir, ondan sonra məhz floor eləyir, random eləyir, ondan sonra axırda mən onu return eləyir. O return elədiyində mən gəlib bərabər eləm random number. Burası aid nə oldu? Bəli. Ondan sonra get random number eləyirəm, 0-dan 100-ə qədər verirəm. Yenə gedirəm şeyə baxıram. Nə deyir? Random number is not defined deyir. Niyə? Çünki burada səhv adla yazmışıq. Bu şəkildə eləsəm, bax 99 çıxartdı, 47, 39, 48. Tamam. Bunların boss included'dur. Biraz çox axtarsaz, bax 100-ü verdi. Gördünüz 100-ü? Tamam, yəni bunu görmək üçün bu qədər əziyyətə girməyinizə ehtiyac yoxdur. Yəni 0, 3 versəz görərsiniz ki, 2 də var, 0 da var, 2 də var, 3 də var, 1 də var. Gördünüz, hamısı var. Tamam. Yəni ki, bizə hamısını qaytarır. Bunu elədik bu şəkildə. Yəni ekran açsan kimi bizə random number verir. İndi mənim bunun 10 klikinə nə qoymalıyam? Bunun 10 klikinə guessNum qoymuşam. İndi bunun function'ını yazmalıyam. Bunu verdim bura. Bura yazaram ki, function guessNum. guessNum. Bura qoydum bundan. Bura qoydum bundan. Burada nəyi yoxlamalıyam indi? Mən guessNumber'a basanda nəyi yoxlasın bizdə? Random number'ımız var. Bizim input'un value'muzu. Sol, input'un value'su. Gedib deyəcəm ki, əgər if mənim random number'ımdan böyükdürsə, guess input'umuzun nöqtə value'su, mən onda gəlib nə deməliyəm? Zəhmət olmasa window nöqtə alert ver ki, bir az aşağı. Bayaq şeyə baxırdım millət. Bundan da istifadə eləmək olar. Bizdə Sweet Alert deyə bir JavaScript kitabxanası var. React-da zadda adətən belə qəşəng kitabxanalardan istifadə eləyir, amma JavaScript-də də zordur. Burada da istifadə eləmək olar. Görüm installation. Bir dənə baxaq görək bunun CDN necə işləyir. Elə əlimizi bulamışkən. Bax, məsəl üçün deyir ki, bunu yüklədin. Get deyir ki, bir dənə məsəl üçün bundan işlət. Tax ki, mən desəm ki, belə eləsən. Sweet Alert ver ki, qaqaş error, title error yox. Məsələn, text. Textə deyim ki, biraz aşağı. Tamam. İkon da error çıxardı. Baxaq da. Görüm. Tamam. Əgər randomlama guess inputumuzun value'su random number daha böyük olsa. Abi səhv yazıq, millət. Biraz yuxarı yazmalıydıq. Biraz. Düzdürmü? Yuxarı. Tamam. Çünki random number'ımız əgər böyükdürsə, bizim təxmin etdiyimiz dəyərdən yuxarı deməliyəm da mən. Yəni, məndə dəyər neçədir bilmirəm. Bir dənə 2 verim. Baxın. Oba, nə çıxdı? Biraz yuxarı. Gördünüz? Əla. Baxın, millət, bu belə babat kitabxanadır. Burada installation'ı var. Burada bir dənə onun usage'i var. Bax, burada usage'də, daha doğrusu, examples'da hamısını işlədə bilərsiniz. Buna baxın bir dənə. Budur. Ay Allah. Budur. Bu nədir bilmirəm. Drag me. Ondan sonra şeylər var. Belə. Bax, don't save. Saved. Gördünüz? Necədir? Superdir, millət. Yəni, buna basırsan bunu da verir. Yəni, buna basırsan bunu da verir ondan sonra. Deleted'ə də verir. Cancel'a basırsan cancel eləyir. Are you sure? Bax. Yes, deleted. Okay. Maraqlı bir şey. İstifadə edə bilərsiniz. Ondan sonra bir dənə də bizim var. Nəyimiz olmalıdır? Else ifimiz. Ay, sol. Yəni ki, əgər bundan deyilsə, bu şərtə gir. Ayrı-ayrı if yoxlamamalısınız, millət. Yəni,
bunu. Çünki bu şərtə bağlı bir şey. Desək ki, əgər tərsinədirsə, get məndə denən ki, icon error maraqlıdır. Confirm button text. Cool. Cool'u harda verir? Hə, cool. Burada. Cool özdə. Hə. Biraz nə? Aşağı. Düzdürmü? Biraz yuxarı qalx. Biraz aşağı düş. Düş. Tamam. Yaxşı. İndi axırıncı şərtimiz nə olacaq? Evet. S. Niyə S? Çünkü başka ihtimal yok. Böyle bir şey yapamam. Çox gözəlsən Haris. Yəni ki, bu ya bundan böyükdür, ya bundan balacadır bizim təxmin elədiyimiz. Yaxşı, bu böyükdürsə, nə böyük deyir, nə balaca deyilsə, bu buna deməli nədir? Beraber. Bərabərdir. Yəni burada artıq şərt təyin eləməyimizə ehtiyac yoxdur. Else halda sən gedib deyərsən ki, bunun səksiz şey var, error. Gözümüzdən yazaq görək, nə alındırıq. Error yox. Success. Success. Burada deyim ki, icon success error. Icon. İnşallah belə ikonları var. Bir dənə teksti qoymadıq bura. Tekstinə də gəlib. Bu arada uşaqlar JavaScript obyektidir hal-hazırda gördüyünüz. Tekstinə də gəlib deyərəm ki, qazandın. Bəsdir daha oynadı. Get imtahanı hazırlayır. Hə. Gəlirəm deyirəm ki, məsəl üçün Enter-a vurdum, basıram. Deyirəm ki, 50. Aşağı. 25. Biraz aşağı. Ondan sonra da gedirsən, bir dənə də buradan baxırsan, görürsən ki, 0-dır. Belə edirsən, qazandın. Necədir? Düzdür, biraz getdik, şey elədik, cheat elədik, amma ki olsun. Tamam. Hə? İkon da düzeldi. İkon da düzəlib. Hə, ikon da düzdür. İkon, success ikonları var idi. Daha yəqin ki. Onsa yəni error varsa o bizdə success olacaq da çox bir. İndi məsəl üçün şu tap. Amma ki, yəni tap eləyəndə artıq hə, tap elədi. Fisoda yəni qazandın. Yəni bir də eyni şey oynayasan. Yəni sən gərək buradan buna refresh verəsən ki, yeni bir rəqəm təyin eləsin. Başlayasan bunu oynamağa. Hə, 50 verdin, gəldin, yenə qazandın. Pula basanda artıq səndən nəsə eləməlidir millət. Yəni Kola bu tanı refresh edilmezse. Kola basanda yenilensin yeni bir random ya da refresh edilmeli. Aysol, yəni yeniləsin, yeni bir random rəqəm versin. Onda yəni biz bu random rəqəmimizin təyinini millət, yəni statik olaraq səhifə açılanda çağırırıq. Tamam, okey. Amma burada da çağırmalıyıq axı eyni zamanda. Düzdür? Yeni bir random rəqəm təyin etməliyik. Onda mən bunu bir nəyin içinə verərəm? Elsin içinə. Elsin içinə verməmişdən qabaq bunu bir funksiona salaram millət. Tamam. Generate rand deyərəm. Generate rand. Aysol ki, yəni burada kod təkrarına yol verməyim. Mən də bu, bir də ki, bunu nə etməliyəm? Təbii ki, randomu çöldə yaratmalıyam. Ən birinci millət. Yəni letlə özdə randamı çöldə yaratmalıyam ki, yəni sonra gəlim bunu burada dəyişdirim. Ondan sonra onu burada da verim və s. və ilaxır. Tamam. Ki, yəni onu burada yoxlaya bilim. Yəni niyə deyirəm millət? Allah çöldə yaratmadın. Gəl. Gəl baxaq görək nə edəcək. Yaratdım burada. Const random verdi. Tamam. Yaratdı generate random. Ondan sonra gəl. Nə deyir? Random is not defined. Bas 4. Nə deyir? Random is not defined. Niyə? Yəni bu function içində, bu scope-un içində bizdə scope-lar var da, yəni JavaScript-də. Düzdürmü? Function scope var, global scope var. Hər cür scope var. Düzdür? Bu scope-un içindən çıxa bilmir random. Yəni gəlib burada bunu oxuya bilmir. Ona görə sən birinci randomu let random çöldə yaradarsan, sonra gəlib deyərsən ki, burada random bərabər oldu buna. Oxuya bilirsənmi? Undefined. Təbii ki, undefined. Çünki niyə undefined? Kim deyər niyə undefined? Kim deyər? Çünkü değer vermemişler. Dəyər verməmişik. Yox, daha doğrusu.
Niyə məsələn konsoloqa çıxartmır? Çünki funksionu təyin eləmisənsə, onu həm də nə etməlisən? Çağırmalısan, yəni bunu öz-özünün işyəsi deyil ha, bunu bir harayılamalısan ki, işdə, salam əleykum. Tamam, sən bunu getdin, error biraz yuxarı qalx, sən bunu getdin, tapdın. Hə, qalxmamışıq ki. Tapdın. Bundan artıq tapandan sonra, bunu verəndən sonra bunun içi təzələnməlidir və yeni random generate eləməlidir. Düzdür? Yəni ki, bu olmalıdır. Nə? Bura deyərəm ki, ISO generate random, generate daha doğrusu rand yenidən işləsin, düzdürmü? Eyni zamanda da input'a gəlib deyərsən ki, bizim inputumuz nə idi? Rand input nə idi? Guess input. Guess inputun nöqtə value'su nə olsun? Bərabər olsun boşluğa. Tamam. 56-nı verdi. Yenə gəldin 3 elədin, filan elədin, peşman elədin, 56 elədin. Hop, gəldin success. Tamam. Cool elədin. Artıq yeni random var 13-dür. Yenə başlaya bilirsən oyun oynamağa. Tamam. Bastın. Artıq yeni random var 21-dir. Tamam millət. Aydın oldu. İndi 12 yoxlayın bir dənə. 13. hə, 13 mənim 12 yazdım. Hə. Tamam, açalım. yəni onun dəxli yoxdur. Köhnə sən bunu kəşləyib içində saxlamır ki. Yəni yox. Yəni bu generate random eləyəndə randomu yeni get randoma bərabər eləyir 0-100. O 0-100 də gedir buradan məhz floorla value-nu götürür, gətirir, salır bunun içinə o rəqəmi. Ondan sonra bu random artıq o rəqəmə bərabər olur. O random köhnəni saxlamır artıq. Tamam. Bir dəyişənin 2 dənə qapısı ola bilər, amma 2 dənə value saxlaya bilməz. Aydın oldu? İndi bunu eləyəndən sonra millət, bu oyun çox məntiqsiz oyundur hal-hazırda. Niyə? Yəni mənim xoşuma gəlmir. Qəti dərəcədə xoşuma gəlmir. Deyərsiniz niyə? Çünki yəni qardaş oyunda bir uduzmaq deyə bir şey olar da. Yəni bunda udmaqdan məsəl üçün random təyin olundu. Sən məsəl üçün girmisən, qoyunsan da bilmirsən. Başa düşdün 34 yazırsan, sonra 33 yazırsan, nə bilim 32 yazırsan, 31. Belə tək-tək gedirsən. Nə? 5 dənə şans verin məsələn. Ay sol. Yəni mən istəyirəm ki, mənim burada eyni zamanda cəhdlərim olsun. Tamam. Məndə burada H1-in altında bir yer olsun. Tamam. Bunun içində cəhd deyə bir şey saxlansın. Tamam. Və o cəhd də olsun buradakı spanın içində. Buna da ID verərəm ki, nəmin cəhd. Cəhd section. Tamam. Və burada mən istəyərəm ki, həmişə mənim cəhdlərim görsənsin. Tutaq ki, statik olaraq olsun mənim. 8 dənə cəhdim. Tamam. Mən istəyirəm ki, mən hər dəfə şey eləyəndə, adı nə idi? Yəni, bunu hesablayanda bu cəhdlərimdən bir dənə silinsin. Aydın oldu. Necə eləyərəm? Bir dənə cəhd yaradarıq, dəyişək. Ondan Hər dəfə, hər cəhddə, məsələn, səhv cəhdində azaldarıq dəyişənliyi. Cəhd yaradarıq 10 və bunu bir dənə də gedib deməliyəm ki, nə? Eynisindən, məsəl üçün, get element bayaydı. Burada cəhd section'um var. Burada da nə var? Cəhd section'um var. Və mən buna gəlib deməliyəm ki, cəhd section nöqtənə inner HTML bərabərdir nə? Cəhdə. Və heç burada bunu demə. Tamam. Bu gəlib 10 çıxardacaq bunu. Gəl buradan artıq 8 elə. Bu bunu 8 çıxardacaq. Tamam. Və hal-hazırda mən istəyirəm ki, nə istəyirəm mən? Mən istəyirəm ki, hər dəfə guess edəndə, yəni guess edəndə bu cəhdimi neynəsin? Neynəsin? Azaltsın. Mənim Cəhd. bəlkə bunu bizə F-task kimi Ev tapşırığı verəcəm. İndi maraqlı bir ev tapşırığı. Narahat olma. Maraqlı bir ev tapşırığı verəcəm. Tamam. Okey, verəcəm. İndi çox maraqlı bir errorumuz çıxacaq. Onu evə verəcəm.
Çox belə babat bir errorunu çıxardı. Və cəhdi azaltsın. İndi basıram. Pişt, error. Cəhdi niyə azaltmır? Kim deyər? İçində deyil azaltmaz. Nə? Nə fərqi var? Mən hər dəfə qesa basanda cəhdi azaltmalı deyil bu. Konsolasını baxma görə mənim. Cəhdi azaldır. Mən sizə deyim, həqiqətən cəhdi azaldır, amma ekranda görünmür. Bax, cəhd. Ala, 7 olub. Çünki niyə ekrana bunu vurmamışıq millət? Yəni sən bunu cəhdi azaldandan sonra bir dəfə də gəlib deməlisən ki, yəni cəhd section inner HTML-im yenə cəhdlə bərabər olsun. Tamam, bu şəkildə. Aydın oldu. Yəni artıq bunu eləsən, bax 7. Gördünüz? 6, 5, 4, 3, 2, 1 və s. və ilaxır. Bunu hər dəfə eləməmək üçün, belə hər dəfə burada yazmamaq üçün bunu bir function içinə də ala bilərsiniz millət. Aydın oldu. Yəni şey yaza bilərsiniz ki, function, print, cəhd funksionu. O print cəhd funksionu məndə zəhmət olmasa bu işi görsün. Tamam. Artıq bunu da buradan tutmuş print cəhdi hər yerdə çağıra bilərik. Yəni ki, hər basanda 3 elədik, 7 oldu, 32 elədik. Tamam. Sıfır. Mənfi 1. Tamam. Mən sizdən istəyirəm ki, bax, bunu mənfi 1-ə düşür. Cəhdi azaldasınız. Nə vaxt? Sadəcə sıfırdan böyük. Sıfıra qədər azaldasınız. Və siz cəhdi gəlib bunların içində yoxlayasınız. Tamam, aydın oldu. Cəhdi siz bunların içində yoxlamalısınız ki, nə? Əgər nə? Əgər cəhdim sıfırdan böyükdürsə, azaltsın. Yox, əgər cəhdim sıfırdan kiçikdirsə, neynəsin? Nə? Sadəcə minimum şeyi sıfır eləyək və salam da. Yəni artıq swall fire desin ki, oyunu uduzdun. Yəni dayansın. Nə? Dayansın. Hətta dayansın. Artıq yəni mən bunu dayandırmalıyam. Prinsipi deməliyəm ki, if əgər cəhd sıfırdan böyükdürsə, tamam, cəhdi azalt, aydın oldu. Yaxşı, sən bunu necə deyəsən ki, cəhd sıfırdan böyükdürsə, cəhd sıfıra düşmür axı heç vaxt. Tamam. Sıfır olanda, cəhd sıfır bərabərdir sıfır olanda denən ki, nə? Uduzdun. Belə deyəsən. Yoxsa yəni belə deyəsən, əgər bərabərdirsə sıfıra. Mənfi 1 eləyək də mənim. Nə? Cəhdin böyük olduğunu mənfi 1 eləyək və salam. Ayşə, yəni onu da belə böyük bərabərdir. Sıfıra düşəndə də deyərsən ki, şeydir. Hadi onlar. S cəhd sıfıra bərabər olanda, if cəhd sıfıra bərabər olanda deyərsən ki, nə bilim nə, swall, nə bilim fire və s. və ilaxır. Tamam, burasını artıq sizin özünüzə buraxıram ki, necə eləyəsiniz, aydın oldu. Və bir dənə də şeyə diqqət edin millət, yazıb qutaranda ola bilsin görməyəsiniz. Bir dənə böyük ihtimalla siz errorla qarşılaşasınız. Yəni errorla yox, daha doğrusu səhvlə. Ki, məsəl üçün sizdə cəhd 1 olacaq, məsəl üçün azalacaq 1 olacaq. Tamam. Üç, 2, 1, tamam. Və sən cəhd sıfıra bərabər olanda nə olur? Artıq, tamam. Elə lap deyən ki, bax, burada deyən ki, if, əgər cəhdlər dəfə uzaq, cəhd sıfıra bərabərdirsə, nə denən? Swall fire'ımız hanı? Error. Cəhd sayınız bitdi. Tamam. Tamam. Baxaq görə işləyirmi? Cəhdi biraz az qoysaq, görərik, işləyir ya, işləmir. Bu qədər zülüm çəkməsək, 2 cəhd sayı qoyam. Tamam. 2, 1, biraz yuxarı qalx. Cəhd sayınız basanda, biraz yuxarı qalx. Nə işləyir hal-hazırda millət? Tamam. Nə işləyir hal-hazırda? Yəni gedir buradan else işləyir.
Mən istəyirəm ki, bunu əgər if cəhd sıfıra bərabərdirsə, bunu işlətsin və buradan return versin. Tamam. Bundan o tərəfəsi işləməsin. 0, 1, bir dənə də basıram. 0. Nə yazır? Cavablarınız bitti. Hə, bu bayaq niyə işləyirdi millət? Çünki sıfıra bərabər olanda bunu işlədir, bunu işlədir. Tamam, bax. Bunu işlədir, bax. 0. İşlədir, amma biraz yuxarı qalxır. Çünki bunu da işlədir. Eyni zamanda gəlir, bunu oxuyur, bunu da işlədir. Yəni bu kod o birisinə override eləyir, üstələyir. Düzdür? Mən üstələməsini istəyirəmsə, cəhdəcə sıfıra bərabər olanda oyunu qurtarmalıyam. Yəni ki, oyunu qurtarmalıyam nədir? Burada mən return verməliyəm. Ki, artıq return neyinir uşaqlar? Dəyəri göndərir. Return tək dəyəri göndərmir. Return function da saxlayır eyni zamanda. Tamam. Gəldin. Burada return verdinsə, bu function dayanır. Bundan o tərəfə işləmir. Bax, return-la o tərəfə nə yazsasınız? Məsəl üçün console.log plan peşman. Tamam. Bu ömrü boyu işləməyəcək. Tamam. Hətta biz bunu React-də yazsaydı, bu bomboz idi hal-hazırda. Bozarmışdı. Ki, yəni bunu niyə yazmısan bura? Yaxşı, sizə belə bir söz deyim. Bu hal-hazırda işləyirəm. Gül kimi görürsünüz ki, çox qəşəng şəkildə işləyir millət. Cəhd sayınız bitdi. Və burada hətta cəhd sayı bitəndən sonra cəhd sıfıra bərabərsə, nə edərəm? Təzə Dəyər verərik. Ayşol, generate təzə random number. Tamam. Aydın oldu. Mənim indi problemi bilirsiniz nədir? Problem heç bu random number və s. deyil. Tamam. Mən də əgər məsəl üçün 89-dur, hə? 4 yazdım. Nə dedi? Biraz yuxarı qalx. Düzdür? Cəhd sayımı, bax 89 eləyib bassam hal-hazırda nə olacaq millət? Basım gerək. 8 yoxsa cəhd sayı bitdi? Cəhd sayı bitdi ona. Hə, gördünüz, şey açıldı. Nə oldu? Cəhd sayı bitdi. Bundan asılı deyil ha. Yəni bu generatordan asılı deyil. Bax. Nə deyirdin? Bax 34. Sən oxumur. Təbii ki, oxumamalıdır. Çünki yəni 34 buna basanda artıq cəhd bitir. Və amma cavabımız düzdür. Problem oradadır. Yəni bizdə əslində cavabı düz verməlidir. Bir dənə cəhdsə axırda tapmışıq. Amma ki, nə verir bizə? Nə? Birinci azaldırıq, sonrasını if yoxlayırıq deyə. Birinci azaldırsan, sonra if yoxlayırsan deyə belə oldu. Maraqlıdır, maraqlı yanaşmadır. Səni yuxarı qaldıraq. Axıra yaza bilərsən, ya burada başqa bir şey də yoxlaya bilərik və s. və elə. Bunu sizə tapşıram evə. Tamam. Bu error düzəltməyə tapşıram evə. İkinci bir taskınız. Bax, birinci taskınız bu. Tamam. İkinci taskınızı deyim. İkinci taskınız odur ki, millət. Və burada artıq məsəl üçün cəhd bitəndən sonra cəhdi də yeniləyəsiniz. Generate random eləyəsiniz. Cəhdi yenidən nə eləyəsiniz? 8 eləyəsiniz və print cəhd eləyəsiniz ki, yeni oyuna başlasın. Tamam. Və istəyirəm bir dənə də alertdən zaddan nəsə çıxardın ki, yeni oyun başladı və s. və axırda. Qoy millət bilsin. Bax, 1, error, ondan sonra cəhd 8, yenidən təzədən oyuna başladın, təzə random number'ın verildi. Bildiniz necə? Və mən sizdən burada istəyirəm ki, bu cəhd sayını düzəldəndən sonra bu təxmini olaraq millət yarım dəqiqəlik iş geçsin, yarım dəqiqə belə deyil. Yəni, oturub fikirləşsəz yarım dəqiqə. Mən sizdən burada istəyirəm ki, bu random number'ımın başında 2 dənə də input olsun. Bunlar bilsiz nə olsun? Başa düşdünüz nə demək istəyirəm? Ay, sağ ol. Artıq bu 0-100 statik olaraq olmayacaq. Mən buraya yazsam tutaq ki, 5 ilə 56 arası set random elə. Tamam. Artıq 5 ilə 56 arası oynayacam oyunumu. Bildiniz necə? Və bunu bu şəkildə də UI-ını daha qəşəng şəkildə yazın istəyirəm. Onu mən uşaqlara bir dəfə yazmışdım. Bilmirəm ki, çox əvvəl yazmışam. Çox əvvəl yazmışam. İstəyirəm o UI-yi sizə şey eləyim, göstərim. Yəni, birinci o ekranım açılsın. Mən əgər yazmışam sağdasa, bilirəm ki, baxaq görək.
Oy, deyəsən budur. Bax, mən istəyirəm ki, belə olsun, millət. Bunu rekorddan artıq şey eləyərsin. Random rəqəmi tapın. Minimum ədəd daxil et. Məsəl üçün, nə? 5. Maksimum ədəd daxil et. 10. Cəhd sayı ver. 3. Üçünü də istəyirəm ki, özüm təyin eləyim. Ondan sonra basım ədəd təyin et. Oyunumuz start verildi. Cəhd sayımız 3. Təxmini daxil et. Neçə? 5-dən 10-a vermişdim. 7 yazın mən. 7. 8. Təbriklər, böyük bir iş bacardınız. Gedin yatın. 7 yaşadım. Tamam. Geri təsəvvürlər bizə. Ay sağ ol. Restarta basanda da yenidən oyunun başına qayıdır. Minimum və maksimum yerinə. Bildiniz? Yazarsınız bunu millət. Əsarət. Canavarsınız. Niyə yazmırsınız? Necədir? Maraqlı taskdır. Onda da var. Gedirsiniz. Yaxşı.